Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin bir qrup magistr tələbəsi 2025-2026-cı tədris ilinin yaz semestrində Qazaxstanda yerləşən Akademik Buketov adına Qaraganda Dövlət Universitetində mübadilə proqramı çərçivəsində 2 həftəlik qısa müddətli təcrübəyə başlayıblar. Proqram tələbələrə beynəlxalq akademik mühitdə təcrübə qazanmaq, tədqiqat fəaliyyətində iştirak etmək, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirmək imkanı yaradıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Natiqlik Sənəti və Kommunikasiya Bacarıqları layihəsinin qalibləri mükafatlandırılıb. Tədbir universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin yekun mərasimində universitetin rektoru Dosent Rüfət Əzizov iştirakçıları təbrik edib. Onların şəxsi və peşəkar inkişafı baxımından bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Ardınca rektor layihəni uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim edib. Qeyd edək ki, 17 tələbə proqramda iştirak edib. Proqramın sonunda iştirakçıların yekun çıxışları qiymətləndirilib və ən yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb. İlk 3 yerin qaliblərinə pul mükafatları, bütün iştirakçılara sertifikatlar təqdim edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrinin ümumi təhsil müəssisələrində təşkil olunan maarifləndirici görüşləri davam edir. Növbəti görüşlər çərçivəsində universitet nümayəndələri 62 və 214 saylı məktəblərdə şagirdlərlə görüşüb, universitetin təhsil imkanları barədə onlara ətraflı məlumat veriblər. Görüş zamanı iştirakçılara universitetin tanıtım videosu təqdim olunub. Daha sonra universitetin təhsil imkanları, ixtisaslar, fakültələr, beynəlxalq əlaqələr, ikili diplom proqramları və tələbə həyatı haqqında geniş məlumat verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Universitetin Startap və Texnologiya Transfer Ofisinin birgə təşkilatçılığı ilə Davamlı Şəhər Həlləri Hakatonu adlı innovativ ideya yarışı keçirilib. 2 gün davam edən hakaton çərçivəsində iştirakçılar komandalar şəklində bir araya gələrək 48 saat ərzində intensiv şəkildə layihələr üzərində çalışıblar. Bu müddət ərzində onlar şəhər problemlərinə innovativ, texnoloji və davamlı həllər hazırlayaraq ideyalarını real layihələrə çevirmə imkanı əldə ediblər. Hakaton boyunca komandalar 10 təcrübəli mentorun dəstəyi ilə işləyərək ideyalarını inkişaf etdirib və daha praktik həllər formalaşdırıblar. Hakaton çərçivəsində iştirakçılar üçün mentorluq sessiyaları da təşkil olunub. Ümumilikdə hakatonda 15 komanda və 56 iştirakçı fəal şəkildə iştirak edib. Sonda təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk 3 yerin qalibləri müəyyən olunaraq pul mükafatı verilib. Proqramın sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb. Yarışlarda fərqlənən tələbələr diplom, medal və kubokla təltif olunublar. Həmçinin onlara dəyərli hədiyyələr təqdim edilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək tələbələri təbrik edib. Onların uğurlarını yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Mehbarə Heydərova Qazaxstanda keçirilən qanun və qayda müsabiqəsində yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. Qeyd edək ki, hazırda akademik mobillik proqramı çərçivəsində Qazaxstanda təhsilini davam etdirən Mehbarə Heydərova İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin sabah qrupları 3-cü kurs tələbəsidir. O müsabiqədə iştirak edərək hüquq sahəsi üzrə bilik və bacarıqlarını uğurla nümayiş etdirib və münsiflər heyətinin yüksək qiymətini qazanıb. Xatırladaq ki, bu nailiyyət tələbəmizin artıq 3-cü uğurudur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2026 keçirilib. Marafonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov, universitetin əməkdaşları və tələbələri, eləcə də əcnəbi tələbələr fəal iştirak ediblər. Qeyd edək ki, marafonda marşrut xəttini tam qət edərək finiş xəttinə çatanlar arasında universitetin 3 əcnəbi tələbəsi də medalla mükafatlandırılıb. Bu cür təşəbbüslər sağlam həyat tərzinin təşviqi ilə yanaşı, birlik və komanda ruhunun daha da möhkəmlənməsinə töhfə verir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat və Menecment Fakültəsinin məzunları ilə görüş keçirilib. Görüşdə müxtəlif illərdə universiteti bitirmiş məzunlar, fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. Görüşü giriş sözü ilə açan fakültənin dekanı Dosent İlham Rüstəmov məzunlarla əlaqələrin möhkəmləndirilməsinin, şəbəkələşmənin genişləndirilməsinin və bu əlaqələr vasitəsilə daha çox dəyər yaradılmasının vacibliyini vurğulayıb. Səmimi və interaktiv şəraitdə keçən görüş zamanı məzunlar tələbəlik illərinə dair xatirələrini bölüşüblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elsevier şirkəti ilə birgə təşkil olunan Azərbaycan mühəndisliyi yarışının qaliblərini mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov rəqəmsal elmi resursların müasir təhsildə rolunu qeyd edərək bu cür platformaların tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Elm və innovasiya məsələləri üzrə prorektor Dosent Elviz İsmailov yarış barədə ətraflı məlumat verib. O qeyd edib ki, müsabiqədə ölkənin 16 universitetindən 160-dan çox tələbə iştirak edib. Sonra Informaskop şirkətinin satış direktoru Ümid Yontar çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətindən danışıb. Yarışın nəticələrinə əsasən ən yüksək nəticə göstərərək qalib olan UFAS tələbəsi Pavel Kuznetsov diplom və dəyərli hədiyyə ilə mükafatlandırılıb. Sonda digər qaliblərə də diplom və hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə görüş keçirilib. Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas strateji hədəflərindən biri əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı və rəqabət qabiliyyətli kadrların hazırlanmasına töhfə verməkdir. Sonda tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, birgə layihələrin və təcrübə proqramlarının həyata keçirilməsi istiqamətində razılığa gəliblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gənc alimi və universitetin nəzdində fəaliyyət göstərən UFAS məzunu və kompüter elmləri üzrə müəllimi Dr. Yusif İbrahimlinin elmi məqaləsi süni intellekt sahəsində dünyanın ən nüfuzlu platformalarından biri sayılan Q1 kvartallı jurnalda işıq üzü görüb. Sosial mediada psixi pozuntuların təyin edilməsində izah edilə bilən süni intellektin rolu, İcmal və Perspektivlər adlı tədqiqat işində sosial media məlumatları əsasında psixi pozuntuların süni intellekt metodları ilə aşkarlanması sahəsində mövcud yanaşmalar geniş şəkildə icmal edilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədqiqatçı müəllimləri və doktorantının həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc edilib. Universitetin tədqiqatçı müəllimi, kimya elmləri doktoru Dünya Babanlı, həmçinin nanomateriallar və nanotexnologiyalar elmi tədqiqat laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elnur Oruculu və doktorant Fuad Səfərovun da yer aldığı beynəlxalq tədqiqat qrupu tərəfindən hazırlanan məqalə Journal of Magnetism and Magnetic Materials jurnalında işıq üzü görüb. Tədqiqatda müasir materialşünaslıq üçün aktual olan maqnit və topoloji xüsusiyyətlərin qarşılıqlı əlaqəsi araşdırılıb. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.